Həkim Sən verilişinin qonağı həkim pediatr Günay Rəsulovadır. Leyla Medikal Centerdə fəaliyyətini davam etdirir. Əziz valideynlərimiz, evində körpəsi və ümumiyyətlə hər zaman olduğu kimi xatırladıram. 0-18 yaş daxil övladı olanlar buyurun Günay xanımdan əlaqə saxlaya bilərsiniz. Bu və ya digər şikayətlər varsa 7-24 əlaqə saxlamaq mümkündür. Günay xanım, xoş gördük. Necəsiniz? Xoş gördük. Təşəkkür edirəm. Siz yaxşı olasınız. Minnətdaram. Qeyd elədiyim kimi valideynlərin daha çox narahatçılığına səbəb olduğu İştahsızlıq problemi var bir çox uşaqlarda. Altda yatan səbəb nədir? Nələri müşahidə edirsiniz? Bir pediatr olaraq sizə eşitmək istəyirlər. Müraciətlərin belə deyək, 10 uşaqdan heç olmasa 8-inin iştahı zəifdir deyir ailələr. Bu iştahsızlığın çox zaman altında yatan səbəb həqiqi iştahsızlığa bağlı olan hər hansı bir somatik xəstəliklə əlaqəli olmur. Çox zaman ya bu yalançı iştahsızlıqdır, yəni uşaq əslində iştahsız deyil, amma seçicidir. Öz sevdiyi şeylər var. Onu ancaq yeyir. Daha çox ziyanlı yeməklər üzərindən qurulub uşağın menyusu və uşaq abur-cubur və ziyanlı yeməklər yediyinə görə normal ev yeməklərinə imtina edir. Ailə də bu uşağı iştahsız adlandırır. Əslində isə olan bu deyil. Bundan başqa iştahsızlığın çox səbəblərindən biri də psixoloji səbəblərdir. Yəni uşaq əslində yemək yeyəcək, amma ana bu uşağı məcbur eləyərək yeməkdən bir növ bezdirir. Və belə olduğu təqdirdə uşaq özünə lazım olan qədər yeyir, amma anaya lazım olan qədər yemir. Ana bu porsiyanı bitirəcəksən deyə... Anaya lazım olan qədər yemir. Bəli, ana bu porsiyanı bitirəcəksən deyə uşağı məcbur edir və uşaq artıq bu yeməkdən ya imtina edir, diksinir, ya qaytarır, reflüks xəstəliyinə qədər bu problem dərinləşib gedib çıxa bilir. Ona görə iştahsızlıq o qədər dərin bir mövzudur ki, bunu dəqiqləşdirmək, uşağın həqiqətən də iştahsız olub olmadığını ilk öncə aydınlaşdırıb ona yönəlik yanaşma çox vacibdir. Yəni iştahsızlıq bir problemdir nəticə etibarilə. Əslində çox ciddi problemdir və ailələri çox narahat edən bir problemdir. Əslində ailə bunun birinci növbədə problem olub olmadığını dəqiqləşdirməlidir. Bəzən biz aydınlaşdırırıq ki, uşağın əslində çəkisi yaşına görə çoxdur. Yüksək persentildərdədir fiziki inkişafı, amma ana uşağın yeməyindən qətiyyən razı deyil. Bu uşağı iştahsız adlandırır. Deyir ki, yemək yemir, amma məsələn abur-cubur yeyir. Yemək yemir, məsələn paketə girmiş qida yeyir, nə bilim sok içir, kompot içir, su içir və s. Belə olduğu halda əslində uşaq özünə lazım olan kalorini, sutqalıq kalorini, hətta artıqlaması ilə alır, amma bu aldığı kalorinin qida dəyəri çox aşağıdır. Həmin kalorinin içərisində zülalı yoxdur, faydalı yağ yoxdur. Yəni belə olduğu təqdirdə uşaq qidalı elementlərdən məhrum qaldığına görə bu uşaqda gələcəkdə bir sıra xəstəlik və problemlərlə üzləşir. Qan azlığı problemi, B12 azlığı problemi, dolayısıyla sinir sistemi problemləri və s. Odur ki, uşağın yeməyi çox ciddi bir mövzudur və buna ailələr birinci növbədə dırnaq arası yanaşmamalıdır. Bu o demək deyil, uşağı məcbur yedirtməlidir. Bu o deməkdir ki, uşağın yediyi qidanın kalorisindən çox dəyərinə fikir verməlidir. Onda belə çıxır ki, iştahsızlıq həm patoloji ola bilər, həm də fizioloji da adlandırmaq o da yaşına görə ola bilər. Böyüməsi. Çünki siz hər zaman deyirsiniz, inkişafda olan uşaqlarda bəzən iştahsızlıq da meydana gəlir. Eynən, tutaq ki, 1 yaşa qədər uşaqlar yaxşı yadınızda qalıb. Mən bu nöqtəyə xüsusilə toxunmuşam nəyə görə? 1 yaşa qədər uşaqların fiziki inkişafı sürətlə gedir. Məsələn, ilk 6 ay uşaq aya 700-800 qram çəki alacaq qədər yeyir. 6 aydan sonra aya 300-400 qram çəki alacaq qədər yeyir. 1 yaşa gəlib çatanda bu proses yavaşlayır. Çünki 1 yaşdan sonra uşaq hər ay əvvəlki kimi yarım kiloya qədər kilo almamalıdır. Alması belə normal sayılmaz. Ona görə yemək ehtiyacı azalır və 1 yaşdan gəlib çatan uşağın qida ehtiyacı azaldığına görə iştahı da ailələrin nöqteyi nəzərindən azalmış olur. Ana deyir ki, bu əvvəl 3 saatdan bir verirdim, nə verirdim, yeyirdi, amma indi yemir. İndi yeməməlidir. Yəni 1 yaşdan sonra uşaq ümumi stolda gündə 3 dəfə ana öğün, 2 ara öğün, yüngül atışdırmalıq yesə kifayətdir. Bu onun fiziki inkişafı üçün yetərlidir ki, uşaq illik inkişafını tamamlamış olsun. Amma ailələr neyini? Əvvəlki aylarla müqayisədə stresə girir. Stresə girdiyi təqdirdə də proses gərginləşir. Uşağa daha çox yedirməyə çalışır və yaxud da 3 saatda bir yedirməyə çalışır. Uşaq da yeməyincə, əlbəttə ki, yeməyincə və proses artıq burada kritik
vəziyyəti alır. Ailə stresslidir, uşaq stresslidir, yeməyə məcburiyyət prosesi başlayır, məcbur olunan uşaq yeməkdən daha da diksinir, uşaq uzaqdan boşqabı görəndə qusur. O dərəcəyə gəlib çatan ailələr var ki, o qədər bəli, yeməyə ikrah hissi yaranıb ki, biraz yedi dalıca uşağı məcbur ediblər ki, canına nəsə getsin illa deyə uşağa nə qədər yeməyə zorla uşağı yedirməyə çalışıblar ki, uşaq yemək prosesinə diksinib. Belə olduğu təqdirdə biz bunu nədən anlayırıq? Uşaq, ana deyir, yemir, ana stresslidir, nələr verirəm, imtina edir, amma uşağın çəkisi çoxdur. Və yaxud da, məsələn, keçən ay uşaq bu çəkidədir, bu ay artıqlaması ilə alıb. Deməli, məcburiyyət faktoru var. Yəni, yemədiyi halda çəki artırsa, belə desək bəli, daha doğru olar. Ailələrin nöqteyi nəzərinə uşaq yemir, amma kilosu çoxdursa, aylıq çəkisinin də artıqlaması ilə alırsa uşaq və təbii ki, burada biz bir sıra nüanslara toxunuruq ki, məsələn, məcburiyyət faktoru varmı? Ana deyir ki, məcburam, məcbur eləyim, məsələn. Verməsəm, məcbur verməsəm, heç nə yeməz, qorxusu var. Uşağın kilo almaz qorxusu var. Uşaq arıqlayar qorxusu var anada. Və belə olduğu təqdirdə də əlbəttə ki, bu ananın psixoloji vəziyyətinin yerində olmamasına və uşağın məcbur olunmasına, bir də burada bir açar sual var ki, biz deyirik ki, məsələn, uşaq nənə onu yedizdirəndə yeyir, deyir, hə. Qonaq gedəndə yeyir, hə. Bağçada yeyir, hə. Restoranda yeyir, hə. Amma mən yedirəm, yemir. Deməli, ana ilə uşağın qida münasibəti pozulub. Və belə olduğu təqdirdə uşaq məhz anadan yemək istəyir. Çünki məcbur olunacağını, o yeməyin zorla ona veriləcəyini, bəzən hətta yeməyin sonunda qusacağını bilir və bu proses uşaq üçün bir travmatik hal alır. Və çox zaman iştahsızlığın kökündə bu dayanır. Bir də var, əlbəttə, həqiqətən uşaq iştahsızdır. Biz onu müəyyən edirik. Orada artıq altında yatan bir sıra xronik xəstəliklər ola bilər, belə deyək, vitamin eksiklikləri ola bilər və yaxud da keçirilən hər hansı bir kəskin infeksiyon dövrdə uşaqlar yeməkdən həqiqətən imtina edə bilər. Burada da əlbəttə yanaşma dəyişir. Amma bu da müvəqqətidir də. Bəli. Sağaldıqdan sonra iştah yenidən bərpa olur. Bəli, bəli. O sağalma prosesində belə uşağa vitamin alıb verən, iştah açıcı verməyə çalışan, israrla bizdən iştah dərmanı istəyən ailələr var ki, biz buna ehtiyac olmadığını deyirik və xəstə orqanizmin əksinə məcbur yedirilməməsini, əksinə orqanizm yemək istəmirsə, deməli ona bu yeməyi zorla yedirmək lazım deyil. Çünki zorla yedirəcəyiniz şey xəstə orqanizm tərəfindən də yaxşı qəbul olunmur. Uşaq ya bu yeməyə qusacaq, ya qarnı gedəcək, ya köpəcək, ya da ki, xəstəliyi dövründə daha da halsız və narahat olacaq. O qədər güvənirəm ki, mən pediatr Günay Rəsulovaya. İnanılmaz dərəcədə. Bunu hər dəfəsində deyirəm. Çünki, bilirsiniz, ən xırda şeydə simptomatika çox maraqlıdır. Yəni, diferensiyasiya etmək lazımdır. Yəni, o dediyiniz qusma, bulantı, iştahsızlıq, görün, ən bəsit bildiyimiz stres səbəbi ilə də ola bilər. Deyirsiniz ki, somatik xəstəliklər səbəbi ilə də ola bilər. Anadan yemək istəməmə səbəbi ilə də ola bilər. Amma bunu altda yatan səbəbini bariz şəkildə görmək, ortaya çıxartmaq peşəkarlıq hissi. Bunun üçün ana olmaq kifayət eləmir. Bunun üçün məktəb oxumaq kifayət eləmir. Bunun üçün praktikası zəngin olan həqiqətən də peşəkar həkim olmalıdır. Məhz ona görə mən bütün valideynlərə deyirəm ki, varsa tərəddüdlər, yəni bu xəstəliklərin müvəqqəti qulaqdan dolma məlumatla kimsə məsləhəti ilə, yəni sağaldıram deyib özünüzə təsəlli verməyin. Sağaltmırsınız, xroniki vəziyyətə gətirirsiniz. Malalamaq deyirik biz ona. Gələcəkdə nə kimi problemlər ola bilər məsəl üçün? İştahsızlıq probleminin altında yatan... Sonra çəcik qan azlığını müalicə eləmək, amma unuduruq ki... Dəmir azlığı uşaqlarda iştahsızlığın ən çox görülən səbəblərindəndir. Dəmir azlığı hətta bəzən uşaqlarda təhrif olunmuş iştah probleminə də gətirib çıxarda bilir. Biz buna pika deyirik. Dəmiri çatmayan uşaq patoloji yemə meyli olur. Əlinə nə keçir, ağzına aparır. Tabaşır yeyir, meyl yemək istəyir, torpaq yemək istəyir. Hər hansı bir yeyilməməsi gerəkən qidalara qarşı uşaqda bir iştah meyli olur. Yəni dəmir eksikliyi həm təhrif olunmuş iştah, həm də ciddi iştahsızlıq probleminə səbəb ola bilir. Çox sadə bir şeydir, amma sadə bir qan analizlə biz bunu müəyyən edib dəmir əksikliyini tələfi etdikdən sonra uşağın yeməyi o qədər yaxşılaşır. Zehni inkişafı, nitq inkişafı. Çünki bilirik ki, hətta gizli dəmir eksikliyi varsa belə uşaqda IQ-nun aşağı düşməsinə belə gətirib çıxarda bilər. Odur ki, dəmir orqanizm üçün çox önəmli bir mikroelementdir. Sadə testlə vasitəsilə onun eksikliyi varmı, yoxmu biz yoxluyuruq. Ona görə rutin müayinələrdə heç bir problemi olmayan uşağın belə ildə bir dəfə həkim müayinəsindən keçib lazımi analizlərdən keçməsi çox vacibdir ki, uşaq sağlam inkişaf etsin.
Necə ki bitkiyə su çatmır, su verirsən, başlayır yaşıllaşır, göyərir, boy artırır. Onun kimi də uşaq orqanizmi. Nə olsun öz-özünə böyüyən bir orqanizmdir, amma ona dəstək hər zaman lazımdır. Ona görə mən həmişə deyirəm, pediatrik rutinləri eksik eləməməlidirlər. İlk 6 ay hər ay, 6 ayla 1 yaş arası minimum 2 ayda bir, 1 yaşla 18 ay arası 3 ayda bir, 18 ayla 2 yaş arası 6 ayda bir, 2 yaşdan 3 yaş arası 6 ayda bir, 3 yaşdan sonra ildə bir dəfə 18 yaşa qədər hər uşağın pediatr müayinəsindən keçməsi çox önəmlidir. Sonra gəlir bunun yeniyetməlik dövrü. Yeniyetməlik dövründə böyümə inkişafa nəzarət çox vacibdir. Çünki artıq çox gec qalına bilir. Məsələn, gəlir yeniyetmə, qız artıq sikl görür, boyu çox ciddi geridir. Ailə boyu hədəfindən olması gerəkən boydan uşaq çox geridir. Ailə də hardasa rahatdır ki, yəqin ki birdən-birə boy artıracaq. Amma artıq qız sikl görür, böyümə zonaları bağlanır və bunun boy artma şansı azalır. Güncəl dünyada tibbin bu dərəcə inkişaf etdiyi dövrdə uşaq balaca boy qalır. Halbuki bunu zamanında biz bilsəydik, uşaq gəlib ən azından ailə boyuna uyğun boyda olacaqdı. Ona görə ildə bir müayinə ona görə vacibdir ki, biz pediatrik kabinetdə uşağı təpədən dırnağa yoxlayaraq onun böyüməsinə xüsusilə çox ciddi fikir veririk. Göz ardı baxıb, bunun deyəsə çəkisi azdır, bunun deyəsə boyu azdır demirik. Yəni onun persentillərini hesablayırıq, ailə boy hədəfini hesablayırıq. Nə dərəcədə geri qalır? Narahat olmaq lazımdır mı? Yoxsa gözləyə bilərik mi? Bunu hesablayırıq. Peki ailədəkilər balaca boydu? Bəli, bəli. Bəzən olur ki, ailə balaca boydur, amma o ailənin ana və atanın özündə də nə vaxtsa problem olub da bilinməyibdir. Ona görə ana-ata balaca boy qalıb. Amma uşağın böyümə şansı var. Yanında bilməz bizi. Bəzən yanında bilər, amma məsələn, anası, atası balaca boy olan uşağın hədəfi də gəlib 0 persentildədirsə, bu o demək deyil, ana-ata balacadır deyə bu uşaq bugünkü dünyamızda o da ana-ata kimi balaca qalmalıdır. Çünki çox zaman ana-atanın özündə də problem olur. İndi o vaxtlar onun üstünə düşməyiblərsə, bugün o demək deyil ki, biz də bu uşağın balaca boy olmasına razı olmalıyıq. Şansa böyümüşük. Bəli, bəli, bəli. Həqiqətən də bu. Eynən. Allahın ümidinə. Eynən, Allah verən boydur. Bugün gözəl ixtisasda həkimlər var, hər şeyi araşdırırlar, hər məsləhəti verirlər. Əvvəllər belə bir şey yox idi axı. Bəli, məsələn, bizim çox dəyərli bir endokrinoloqumuz var, özün boyu çox balacadır. Halbuki o bugün uşaqlarda boy problemləri ilə məşğuldur və çox da peşəkar məşğuldur. Yəni, amma bu insan özünün zamanında bu problemini məsələn, ailəsəl olaraq aradan qaldırsaydı, bugün o boyda olmaz idi. Yəni, deməyim odur ki, o vaxt biz bunun üstə düşməyiblərsə, bu demək ki, biz günümüzdə bu problemin üstə düşməyik və uşağımız da bizim kimi balaca qalsın. Yoxdur elə bir dünya. Ona görə lazımdır həkim nəzarətində uşaq böyüsün. Demirəm, hər həkimə gedəndə sizə dərman yazılmalıdır mı? Xeyr, hər uşağın da dərmana ehtiyacı yoxdur. Ola bilər, siz pediatrik check-updan tamamilə normal çıxdınız və sizin evladınızın heç bir dərmana ehtiyacı yoxdur. Sadəcə bir il sonra təkrar görüşəcək. Bir il ərzində nələr baş verdi? Baxacağıq. Məsələn, uşağın xroniki anginası varmı? Çürük dişi yarandı mı? Və s. Və yaxud da uşağın adicə bir çürük dişi vardı. Artıq bugün bu yaşda uşaqda ürəkdə problem başlayıb. Revmatizm başlayıb. Revmatizm bəzən o qədər gizli gedişli olur ki, bir də gəlib qazanılma ürək qüsuru ilə üzə çıxır. Amma biz onu pediatrik rutinlərdə vaxtında bilsəydik, uşaq gəlib artıq qazanılma qüsurdan əziyyət çəkməz idi böyük yaşlarında. Ona görə pediatrik check-up ilk 18 yaş çox vacibdir. Elə bilin ki, bir binanın təməlini qoyursunuz. Yəni, bunun təməli nə qədər titiz, nə qədər möhkəm, nə qədər güvənli qoyarsaq əgər... Sonra gecikmiş olur. Bəli, sonra artıq çox gec olur. Ona görə lazımdır pediatrik müayinələri əks etməmək. İştahının azlığının səbəbi kimi qidaya ehtiyacının az və ya çox olduğunu necə təyin edə bilər? Məsələn, uşağımın boyu normaldır, çəkisi normaldır, amma iştahı azdır. Bu ona görə normaldır, yoxsa deyil? Mən bunu necə təyin edim? Çox yaxşı sualdır. Mən təşəkkür edirəm bu suala görə. Yəni, bu əslində aylıq körpələrə də aiddir. Əgər uşağın fiziki inkişafı, bəli, fiziki inkişafı yaşına görə normaldırsa, deməli, bu uşağın yediyi qida onun tələbatını ödəyir. Məsələn, aylıq uşaq var, 5 aylıq uşaq. Deyək ki, bu uşaq yeməlidir 150-180 qram arası. Uşaq var 180 qram yer, aya 500 qram çək alır. Uşaq var 5 ayına çatıb, əslində 150-180 yeməlidir, amma 90 yer, aya 1 kilo çək alır. Necə ki, böyüklərdə metabolizm sürəti fərqlidir, eyni zamanda uşaqlarda da belədir. Yəni, əgər sizin uşağınızın fiziki inkişafı yaşına görə normaldırsa, pediatrik check-up'ı, müayinələri, analizləri hamısı uşağın normal çıxırsa, bu uşağın yediyi qida miqdarı demək ki, ona kifayət edir. Bunun daha artığına məcbur eləmək, daha artığını yeməsini istəmək, yemir deyə onu iştahsız adlandırmaq, bu yanlışdır. Yanlışdır.
Stres, depressiya, əsəb pozunu, bütün bunlar hamısı iştahsızlığa təsir göstərə bilərmi? Çox təsir göstərir. Ailə daxili münaqişələrimiz üçün Çox ciddi təsir göstərir. Stres faktoru uşaqlarda həm iştahın çox artmasına, bulimiya dediyimiz patoloji yemə istəyinə, həm də anoreksiya dediyimiz psixogen anoreksiya qədər ciddi iştahsızlığa səbəb ola bilər. Ona görə uşağını sevən hər bir valideyn onun birinci növbədə yaşadığı mühitin psixoloji iqliminin normal olmasına fikir verməlidir. Əlbəttə, biz gəlib bu yaşımıza çatmışıq. Əgər ailə daxili münaqişə və problemlər varsa, mümkün olduğunca, əlimizdən gəldiyincə bunları uşaqlara yansıtmadan həll etməyin yollarını tapmalıyıq. Əmin olaq ki, bu yollar var. Çünki uşaqlar bu münasibətlərdən çox-çox təsirlənir. Sabah ola bilər sizin münasibətiniz düzəlir, amma bu uşağın yaddaşında bir ömür boyu qalır və bir ömür boyu onun sağlamlığına təsir göstərə bilir. Ona görə bu nöqtədə ailələrdən maksimum həssasiyyət gözləyirik və psixoloji vəziyyətlər uşaqlarda ciddi iştah problemlərinə səbəb ola bilir. Bunu da unutmamalıyıq. Bunu biz necə müəyyən edirik? Uşaq həmişə yaxşı yeyirdi, artıq yaxşı yeməməyə başlayır. Və yaxud da bu uşaq birdən-birə çəki almağa başlayır. Birdən-birə bu uşaq doymamağa başlayıb. Deməli, burada artıq psixoloji bir problemin olduğundan xəbər verir və bu uşaqda mütləq biz psixiatr, bəzən də psixoloq dəstəyinə yönəldirik və çox da fayda alırıq. Odur ki, problemin əsl səbəbinin nə olduğunu müəyyən etmək çox vacibdir. Doktor, iştahsızlıq olan kimi, yəni çəki itkisi dərhal olur? Dərhal olmur. Məsələn, ona görə bu ani çəki iştahsızlıqda hətta boy da geri qala bilir. Amma bu zamanla baş verir. Eynən. Məsələn, iştahsızlıq deyək ki, çəki geriliyinə səbəb oldu. Bu çəki geriliyi də öz-özlüyündə boyu saxlamağa başlayır. Ona görə bu birdən-birə baş verir. Təbii ki, elə iştahsızlıq və ciddi xəstəliklər var. Məsələn, mənə 2 ay öncə bir uşaq gəldi. Ailə dedi ki, bu uşaq son 2 ayda bir 10 kiloya qədər çəki itirib. Yəni, bədən kütləsinin 10%-dən artığının itirilməsi ciddi bir xəstəlik göstəricisi. Ola bilər ki, bu uşaqda limfoma çıxdı. Yəni, tərləmə probleminin olması, son 2 ayda 10 kilo yaxın çəki itirilməsi, qızdırması və s. qızdırmasının da subfebril olması, yəni limfa düyünlərinin də ələ gəlib palpabl olması artıq bizdə, yəni, bugün keçər, sabah keçər deyərək, bəli, əksi sübut olunana qədər bunun altında yatan ciddi xəstəliyi biz araşdırırıq. Ona görə bədən kütləsinin neçə faizin itirilməsinin, iştahsızlığın həqiqi iştahsızlıq olub olmamasının aydınlaşdırılması çox vacibdir. Əgər sizin güvəndiyiniz həkim rahatdırsa, deyirsə ki, narahat olmayın, bu uşaq özünə lazım olan qədər yeyir, bu uşağın somatik statusunda heç bir problem yoxdur, analizləri yaxşıdır, yediyi miqdarı da incəliyirik ki, bəsidir, bəs eləyir. Sadəcə balansa fikir verməyə çalışmalıyıq, yəni vitamin, mikroelement, lif, karbohidrat, yağ balansına fikir verməyə çalışmalıyıq. Bu uşağın inkişafı normal olduğu müddətdə biz narahat olmuruq. Əgər həkim rahatdırsa, ailənin narahat olmağa əsası yoxdur. Əgər həkim narahatdırsa, dediyim az öncə vurğuladığım nüansda əksi sübut olunana qədər burada dərinə getmə ehtiyacı ola bilər ki, çox zamanda %99 da onun altında bir problem mütləq ki aşkarlanır. Valideyn olaraq uşaq bizim ola bilər. Amma bəzən onda olan problem bizim olmaya bilər. Bax, deyirik, ailə daxili, stres, münaqişələr, uşağın depressiyaya düşməsi, valideynlə davranışı, hər bir valideyn uşağın davranışını idarə etməyə çalışır. Amma ailə daxilində, masa arxasında ona yeməyi, davranışı, hər bir şeyi öyrədir. Amma evdən kənar bağçada, məktəbdə, dostlar arasında, bax, o problemi bəzən də oradan evin içinə daşıyırıq. Məhz ona görə bu rutin kontrolların da biraz psixoloji tərəfi var. Çox vacib sosiallığı var. Yəni, uşaq gedir bağçaya, problemi evə gətirir. Valideyn narahat, həkim narahat, uşaqda problem. Amma problem haradadır? Evdən kənarda. Ona görə rutin kontrolları aksatmamalıyıq. Başımız qarışır onun davranışını idarə etməyə, amma düşünmürük ki, uşaqda olan hətta artıq o patoloji vəziyyət yaradan problem çöldən evə gəlir. Bəli. Çox önəmli bir nüansdır. Bir neçə gün öncə hərdən biz bölgələrdə olan pasiyentlərlə onlayn konsultasiyada eləyirik, danışırıq. Bir uşağın çox ciddi davranış problemlərinin ortaya çıxdığının və yemək problemlərinin ortaya çıxdığının, yəni onunla bağlı ailəmənlə danışmaq istədi. Hətta danışığa müəlliməni də qoşdu. Sadəcə və sadəcə uşağın tək problemi uşağa doğru yanaşılmaması idi. Mənim elə telefonda verdiyim bəzi məsləhətlərlə belə uşaq kənardan
düz deyir, ana düz deyir, görsən mən deyən düzdür deyə özünü qorumaq yəni modundadır uşaq. Deyirəm ki, siz onu necə, yəni ki, deyir ki, döyürəm də, başqa cür deyir, baş edə bilmirəm. Deyirəm ki, sizcə döyməklə bu problem düzəlirmi? Deyir, daha da pisləşir. Deyirəm, baxın, onu bildiyimiz halda, amma biz yenə də öz taktikamızı dəyişməməkdə israrlıyıq. Biz bu yaşa gəlib çatmışıq. Etdiyimiz taktikanın yanlış olduğunu bilirik, amma yanlışımızı düzəltməməyə çalışırıq. Uşağın isə yanlışını düzəltməsini ondan gözləyirik. Ona görə ailə yanaşması, doğru yanaşma çox-çox önəmlidir. Və uşaqlar güzgüdür. Bizim içimizdəki uşağa qarşı olan duyğuları uşaq bizə əks etdirir. Əgər biz uşağa qarşı hirsliyik, aqressiviksə, uşaq bizə aqressiv davranışlar sərgiləyir. Əgər biz uşağa qarşı, məsələn, ondan belə deyək, gözlənti... özgüvən əksikliyi yarana bilər. Uşaq var, davranış pozğunluğundan özünü göstərir. Bəli. Amma fiziki inkişafın digər tərəfdən də kökündə çox psixoloji problemlər dayanır güncəl dünyada. Ekran məruziyyəti. Nə gəldi, uşaq baxır. Ailələr nəzarət eləmir. Heç bilmirlər uşaq nəyə baxır. Saatlarla uşaq ekran qabağındadır. Bilmir uşaq nəyə baxır. Yəni, o dərəcədə bərbaddır. Yəni, hazırda bəzi ailələrdə vəziyyətlər və o dərəcədə dırnaq arası yanaşırıq. Sabah uşaq, yəni, o uşaqların içindən potensial cinayətkarlar da çıxa bilir. Çünki bilmirik uşaq nəyə baxır, bilmirik uşaq nə öyrənir. Sabah gedir məktəbdə o uşaq digər məktəb yoldaşına təsir göstərir. Sizin dediyimiz kimi problemlər həmişə evdən qaynaqlanmır, toplumdan qaynaqlanır. Çünki bizim bugün nəzarətsiz qoyduğumuz, nəyə baxdığını bilmədiyimiz, davranışlarını artıq yəni idarə edə bilməyən uşaqlar sabah məktəbdə normal ailədən gələn uşaqlara təsir göstərir və onlara ziyan vurmağa başlayır və bu uşaqlar bizim cəmiyyətimizi formalaşdırır. Ona görə ailələrdən başlayır hər şey. Ailə bir kiçik cəmiyyətdir, boşuna deyilmir. Uşaq nəyə baxır, fikir verin. Uşaq nə yeyir, fikir verin. Uşaq nə vaxt yatır, fikir verin. Yəni bugün biz buna fikir verməyib, dırnaq arası yanaşarsaq, əgər bu uşaq bunun əziyyətini bütün ömür boyu çəkəcək. Tək uşaq çəkməyəcək. O uşağın həyatında olan hər kəs çəkəcək. Uşağın evdə döyülməsi ilə məktəbdə, bağçada, küçədə döyülməsi arasında heç bir fərq yoxdur. Yoxdur, bəli. Yenə də fiziki zorakılıqdır. Valideyn elə düşünməsin ki, uşaq mənimdir, döyə bilərəm, söyə bilərəm, şiddət göstərə bilərəm. Bu heç də doğru yanaşma deyil. Çünki uşaq böyüyən bir orqanizmdir. Onun psixoloji digər problemləri özü ilə bərabər gətirdiyi hallar müşahidə olunur. Özgüvən əksikliyindən tut bir çox problemlər, xəstəliklər baş qaldırır. Və günün birində uşaq zamanında niyə döyüldüyünü xatırlamır, amma döyüldüyünü xatırlayır. Uşağa qoyulan qadağaları xatırlayır, niyə qoyulduğunu xatırlamır. Və döyməyə başlayır. Bəli, döyməyə də başlayır. Yəni, bütün bunlar onu həqiqətən də cəmiyyətdə, həkimin dediyi kimi, aqressiv bir fərdə çevirir. Məsələn, bizdə ailələrin çox ciddi problemi nədən ibarətdir? Əslində problem olduğunu görür. Evladı ilə münasibəti pozulub. Bəlkə də düşmən kimidirlər artıq bir-birinə, ana-bala. Amma peşəkar dəstək almaq haqda düşünmürlər. Artıq ana hiss edirsə ki, mən bu uşağı idarə edə bilmirəm, kontroldan çıxır. Deməli, mütləq ki, nəyisə səhv edir. Və belə olduğu təqdirdə ana bunu hiss edən anda psixoloji dəstək alarsa əgər, nəyi necə etmək gərəkdiyini öyrənərsə əgər, mən də anayam, biz ana olmağı indi öyrənirik, onlarla öyrənirik. Mənim uşağım indi yeniyetmədirsə, mən indi yeniyetmə anasıyam. Mən də öyrənməliyəm və mən başa düşürəmsə ki, mənim uşağım nəsə bugün qeyri-adi davranır, mən bunu araşdırım. Bir özümdə birinci onu həll edib öz beynimdə. Sonra uşaqla onu həll etməyə çalışım. Ona görə yeniyetmə valideyn problemləri, yeniyetmə müəllim problemləri, bu uşaqların davranış və sabahsı gündə sağlamlıq problemləri qaçılmazdır. Nə qədər ki, biz başdan bu problemin fərqində deyilik. Günay xanım, xoş oldu. Mənə də xoş oldu. Var mı sonda demək istədiyiniz? Sonda deməyim odur ki, ana olmaq doğrudan da çox müqəddəs bir hissdir, müqəddəs duyğudur. Hər bir qadına mən bu duyğunu arzulayıram və hər bir anaya, bəli, bu çətin peşənin öhdəsindən şərəflə gəlməyi və layiqincə gəlməyi arzu edirəm. Bilirəm ki, bizim analar yəni kifayət qədər fədakardır. Fədakar olduğu qədər qayıb keçdi və öhdəsindən gələcəklər. Amma eksik qalan nə varsa, onu da öyrənmək heç bir zaman ayıb deyil, hətta gec deyil. Təşəkkür edirəm bir daha. Həkim pediatr Günay Rəsulova, həkim sənverilişinin qonağı idi, Leyla Medikal Sentrdə fəaliyyətini davam etdirir. 0-18 yaş daxil uşaqlarınız varsa, buyurun pediatr Günay Rəsulovaya müraciətlərinizi edə bilərsiniz. Bugünü bu qədər. Hələlik.